Salam, Riyaziyyat və İnformatika müəllimi Hüseynzadə Günay. Uşaqlar, gəlin şəklə diqqət edək. Şəkildə gördüyünüz hər birinizə tanışdır. Bu, brilyantdır. Uşaqlar, görəsən brilyantı nəyə görə məhz bu formada təqdim edirlər? Belçikalı Marcel Talkovski 21 yaşında ikən brilyantın cilalanması üçün dəqiq riyazi model fikirləşdi. O, bu modellə elə ölçü nisbətlərini müəyyən etdi ki, daş həmin ölçülərdə cilalandıqda dəqiq dairəvi forma almaqla yanaşı, maksimum işığı əks etdirmə keyfiyyətinə malik olur. Bu model sayəsində brilyantın cilalanması avtomatikləşdirildi. Bugün Belçika brilyantın emalı sahəsində aparıcı ölkədir. Real həyatda bir çox mürəkkəb qurğuların iş prinsiplərinin, maliyyə planlarının, inşaat layihələrinin dəqiq riyazi model əsasında yerinə yetirilməsi vacib məsələdir. Bu cür məsələləri həll etmək üçün rasional ifadələr üzərində əməllərdən geniş istifadə olunur. Fiziki kəmiyyətlər arasında asılılığı müəyyən etmək üçün bir çox hallarda rasional ifadələrdən istifadə edilir. Beləliklə, bugünkü dərsimiz rasional ifadələrdir. Toplama, çıxma, vurma, bölmə və qüvvəti yüksəltmə əməllərinin köməyi ilə ədədlərdən və dəyişənlərdən tərtib edilmiş ifadəyə rasional ifadə deyilir. İstənilən rasional ifadənin sürət və məxrəcini çoxhədli olan kəsr şəklində göstərmək olar. Xüsusi halda bu bir hədli də ola bilər. Rasional ifadələr iki yerə ayrılır. Birinci, tam rasional ifadə. İkinci, kəsr rasional ifadə. Əgər dəyişənə və dəyişəni olan ifadəyə bölmə əməli yoxdursa, belə ifadə tam rasional ifadə adlanır. Məsələn, 2a kub b, 3x kub üstəgəl xy çıxılsın 7. Əgər dəyişənə və dəyişəni olan ifadəyə bölmə əməli varsa, belə ifadə kəsr rasional ifadə adlanır. Məsələn, a-da a üstəgəl 3, b-də 5 çıxılsın 12. Sürəti və məxrəci çoxhədli olan kəsrə rasional kəsr deyilir. Məsələn, m kvadratı üstəgəl 3n bölünsün mn. A kvadratı üstəgəl 4a üstəgəl 5 bölünsün a üstəgəl 3. Dəyişənlərin ifadəni mənalı edən qiymətlərinə dəyişənin mümkün qiymətləri deyilir. Rasional kəsirlərdə dəyişənin mümkün qiymətləri dedikdə, onun məxrəcini sıfıra çevirməyən qiymətləri başa düşülür. M kvadrat bölünsün m vurulsun mötərizədə m çıxılsın 1 kəsrində dəyişənin mümkün qiymətlərini tapaq. M-in hansı qiymətlərində kəsrin məxrəcinin 0 olduğunu tapmaq üçün m vurulsun m çıxılsın 1 bərabər 0 tənliyini həll etmək lazımdır. Bu tənliyin 2 kökü var, 0 və 1. Deməli, 0 və 1-dən başqa bütün ədədlər dəyişənin mümkün qiymətləridir. Adi kəsrin sürət və məxrəcini eyni bir natural ədədə vurduqda və ya böldükdə kəsrin qiyməti dəyişmir. Siz bu xassiyə ilə 6-cı sinifdə tanış olmusunuz. Bu xassiyə rasional kəsirlər üçün də doğrudur. Kəsrin sürət və məxrəcini eyni bir çoxhədliyə vurduqda və ya böldükdə alınan kəsir verilən kəsirə eyniliklə bərabər, yəni ekvivalent olur. A bölünsün B bərabərdir AC bölünsün BC. A bölünsün B vurulsun 1 bərabərdir A bölünsün B vurulsun 1 əvəzinə C'də C kəsirini yazaq. Bərabərdir AC bölünsün BC alarıq. Kəsrin sürət və məxrəcində ortaq vuruq varsa, sürət və məxrəci həmin vuruğa bölməklə kəsri daha sadə formaya gətirmək olar. Bu cür sadələşdirmə kəsirlərin ixtisarı adlanır. Misal, y kvadratı çıxılsın 16 bölünsün 3y üstəgəl 12 rasional kəsrini ixtisar edin. 50.
Kəsrin sürət və məxrəcini vuruqlara ayıraq. Ortaq olan vuruğu ixtisar edək. Göründüyü kimi y üstəgəl 4 vuruğu ortaqdır. İxtisar edib nəticədə y çıxılsın 4 bölünsün 3 alarıq. İndi isə gəlin gündəlik həyatda rastlaşdığımız bir məsələni həll edək. Təsəvvür edin ki, siz mağazada menecer işləyirsiniz. Mağaza sahibi əldə etdiyi gəliri hesablamaq üçün sizə rulonla aldığı kabrolitin uzunluğunu təyin etməyə tapşırır. Uşaqlar, görəsən rulonu açmadan biz kabrolitin uzunluğunu müəyyən edə bilərikmi? Əgər siz rasional ifadələr üzərində əməlləri, hesablamaları bacarırsınızsa, bu tapşırığı tez bir zamanda həll edəcəksiniz. Necə? Gəlin baxaq. Bildiyimiz kimi kabrolit silindrik formada olan rulon şəklində yığılır. Bunu nəzərə alaraq tapşırığı 3 addımda yerinə yetirə bilərik. 1. Kabrolit rulonun ən kəsiyinin sahəsini hesablamalı. 2. Kabrolitin bir qatının qalınlığını D, bir rulondakı kabrolitin uzunluğunu L qəbul edək. Rulonun dairəvi üzünün kabrolitli hissəsinin sahəsini göstərən ifadəni yazmalı. 3. Bir qatının qalınlığı D olan kabrolitin uzunluğunu göstərən ifadəni yazmalı. Gəlin, hər addımı ayrı-ayrılıqda yerinə yetirək. 1. Kabrolit rulonun ən kəsiyinin sahəsini hesablayaq. Bunun üçün, kabrolitin büküldüyü silindrik formalı kartonun oturacağının radiusunu kiçik R, kabrolit rulonun radiusunu böyük R qəbul edək. Kabrolit olan hissənin sahəsi S bərabərdir pi böyük R kvadrat çıxılsın pi kiçik R kvadrat bərabərdir. Pi-ni mötərizə xaricinə çıxardaq. Pi vurulsun böyük R kvadrat çıxılsın kiçik R kvadrat bərabərdir. Pi vurulsun mötərizədə böyük R çıxılsın kiçik R vurulsun mötərizədə böyük R üstəgəlinsin kiçik R. Qeyd edək ki, kabrolitin yalnız uzunluğunu təyin etdiyimiz üçün bu məsələnin həllində kabrolitin enindən istifadə edilmir. Kabrolitin qalınlığı dedikdə bir qatının qalınlığı nəzərdə tutacaq. Kabrolitin bir qatının qalınlığı D, bir rulondakı kabrolitin uzunluğunu böyük L qəbul edək. Rulonun dairəvi üzünün kabrolitli hissəsinin sahəsini göstərən ifadəni yazaq. Kabroliti açsaq, uzunluğu kabrolitin uzunluğuna bərabər, eni isə kabrolitin qalınlığına bərabər nazik, uzun düzbucaqlı alarıq. Bu düzbucaqlının sahəsi S bərabərdir böyük L vurulsun D olacaq. Beləliklə, birinci bənddə rulonun dairəvi üzünün kabrolitli hissəsinin sahəsinin pi vurulsun mötərizədə böyük R çıxılsın kiçik R vurulsun mötərizədə böyük R üstəgəlinsin kiçik R olduğunu, ikinci bənddə isə böyük L vurulsun D olduğunu aldıq. 3. Bunları nəzərə alıb, aldığımız rasional ifadələri bərabərləşdirək. Bir qatının qalınlığı D olan kabrolitin uzunluğunu göstərən ifadəni yazaq. Böyük L bərabərdir. Pi vurulsun, böyük R çıxılsın kiçik R vurulsun, böyük R üstəgəlinsin R bölünsün D. Bugünkü dərsimizdə rasional ifadələr anlayışı ilə rasional ifadələr üzərində sadə əməllərlə tanış olduq. Onların köməyi ilə bir neçə misal və məsələ həll etdik. Bugünkü dərsimiz bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.